Peşəkar həyatda inkişaf layihələri üzrə ekspertəm. Məni xaricə buraxmırdılar və ona görə mən xaricə ilk öncə qonşu ölkələrdən başlamalıydım ki, mən valideynlərim üçün bir təsəvvür olsun ki, uzağa getməyim. Könüllülərin işini necə dəyərləndirirsiniz və özünüz ümumiyyətlə könüllü olmusunuz? Hər şeylə oradan da başlayıbdı. Yəni mənim həyatımı dəyişən də eyni zamanda könüllü fəaliyyət idi. Çünki universitetə gedirdim, gəlirdim və bir semestr universitetə gedib gəldikdən sonra başa düşdüm ki, bu belə davam etməməlidir. Yəni bir tək universitet ilə bu davam edə bilməz. Mən başqa fəaliyyətlər ilə özümü inkişaf etdirməliyəm və bu səbəbdən necə inkişaf etdirə bilərəm? Könüllü fəaliyyətlər ilə. Bəs Avropada xərcləri qarşılanan layihələr var. Onlara necə qoşulmağı tövsiyə edirsiniz və bütün xərclər qarşılanırmı ümumiyyətlə? Bəli, ümumiyyətlə bütün xərclər qarşılanır. Yəni mən 19-20 yaşlarımda və hal-hazırda da oktyabr ayında layihəyə gedirəm və mənim bütün xərclərim qarşılanacaq. Yol xərci, təyyarə biletlərim qarşılanır. Layihə müddətində 8 gün mən Wrocław şəhərində olacağam. Bu 8 günündə mən gündə 3 dəfə yemək verəcəklər, qalmağa yer ilə təmin edəcəklər və mənimlə birgə 5 gənc ilə birgə gedirəm Azərbaycanı orada təmsil etməyə. Gənclərə bu gün bir cümləlik mesaj versəydiniz, bu nə olardı? Bu bir mənalı olaraq gözləmə və başla. Sən bir addım atmalısan ki, həyat da sənə doğru addımlar atsın.